2026-cı il başlayandan bəri artıq dünyada baş verən proseslər bir daha onu deməyə əsas verir ki, beynəlxalq aləmdə artıq beynəlxalq hüquq demək olar ki, yerlə bir olub və Venezuela məsələsi xüsusilə də son dövrlərdə onsuz da Trump hakimiyyətə gələndən sonra ABŞ-da Venezuelaya zaman-zaman təhdidlər olunurdu, amma son əməli addım, atılan addım və Venezuela prezidentinin bir neçə saat ərzində öz ölkəsindən çıxarılıb ABŞ-a gətirilməsi, həm də o formada ABŞ-a gətirilməsi artıq bir ölkənin, başqa bir ölkənin daxili işinə qarışmaqdan daha ötə bir addım oldu bu. Və yəqin ki, tarixdə belə bir nümunə ən azından yaxın 150-200 il ərzində belə bir nümunə olmayıb. Burada artıq sual ortaya çıxır. BMT nə işinə yarayır? 21-ci əsrdə xüsusilə baş verənlər böyük ölkələrin öz qonşuluğunda olan ölkələrinə və yaxud da ki, digər kiçik ölkələrə olan hücumları, onların daxili işlərinə qarışma halları üçün BMT hansı əməli addım atıb qarşı cavab olaraq? Məsələn, nümunə kimi elə biz götürək. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsini tanklar azqala Tiflisə kimi gəlib çıxmışdı. Amma Rusiya əleyhinə heç bir əməli, konkret bir addım atılmadı. BMT özünün hazırlığını orada nümayiş etdirmədi və bunun məntiqi davamı kimi Krim hadisələri baş verdi. Krim ilhaqından sonra da yenə də BMT, beynəlxalq aləm, bizim dünyanın süper güc dövlətləri hesab etdiyimiz, dünyanın ağıl dolusu siyasi ölkələri hesab etdiyimiz ölkələr heç cürə bir məntiqi nəticəyə gələ bilmədilər və bunun da sonluğu kimi bu proseslərin ardıcıllığının sonu kimi gəlib hal-hazırda Rus-Ukrayna müharibəsinə gətirib çıxartdı və bugün az qala Rusiya Ukraynanın 50%-nə qədərini işğal edib. Bugünlərdə də artıq ABŞ da Venezuelaya müdaxilə edir. İndi buradan belə bir məntiq çıxır ki, sabah Çin də çox böyük güc bir ölkədir. Təbii ki, sabah Çin də istəsə hər hansısa bir ölkəyə hücum edə bilər. Deyəcək ki, Rusiya kimi ölkə Ukraynanı ələ keçirir. ABŞ Venezuelada az qala qəyyum atlayır, qəyyum göndərir və niyə də mən artıq istədiyim bir ölkəyə hücum etməyim. Və yaxud da ki, bunun bizim ölkəmiz üçün başqa bir cəhətdən baxanda da problemli məsələlər var burada. Çünki ABŞ hesab edir ki, həm Cənubi Amerikada, həm Şimali Amerikada olan bütün ölkələr ABŞ-ın çətiri altındadır. Eyni məntiqlə sabah Rusiya hesab etsə ki, keçmiş postsovet ölkələri onun çətiri altındadır. Onda Rusiyada belə çıxır ki, Azərbaycana asanlıqla hücum edə bilər və yaxud da ki, Azərbaycanın, mən təkcə Azərbaycandan getmir təbii ki, burada Gürcüstan olsun, Ermənistan olsun və digər Baltikan ölkələri olsun və digər postsovet respublikalar olsun. Rusiya hücum edib, anında onların daxili işlərinə qarışa bilər və qarşı tərəfə cavab olaraq da bildirəcək ki, ABŞ necə ki, Venezuelanın daxili işinə qarışdı, biz də öz həndəvərimizdə olan, keçmişdə bizlə işğalçı federasiyada, yəni Sovetlər Birliyində olan ölkələrə mən müdaxilə etmək hüququm var. Yəni, bunu qeyri-rəsmi dillə bildirə bilər. Ona görə bu bizim aspektdən də baxanda bu heç də yaxşı nümunə deyil. Təbii ki, Maduro şəxs olaraq özü bir prezident kimi öz ölkəsi üçün çox bərbad bir şəxsiyyət idi, çox bərbad bir siyasətçi idi, həm daxili siyasəti, həm onun xarici siyasəti çox bərbad idi. Təbii ki, mən Azərbaycanı Venezuela ilə müqayisə etmək istəmirəm. Nə qədər də biz tənqid etsək də, Azərbaycan iqtisadiyyatı təbii ki, Venezuelaya nisbətən daha yaxşı durumdadır. Azərbaycan xarici siyasəti isə təbii ki, Venezuela ilə müqayisə edilməz dərəcədə, hətta mən deyərdim ki, yaxşıdır bu mənada İlham Əliyev həm Trump hakimiyyəti ilə münasibətlərini yaxşı saxlayır. Çünki məncə hazırki prezident də başa düşür ki, Trump çox da güvənləsi və yaxud da ki, çox da standart insan deyil. Hər an qərar dəyişə bilər, hər an başqa nələrsə istəyə bilər və məncə buna görə də bizim xarici siyasəti yönləndirən insanlar prezidenti düzgün istiqamətdə yönəldirlər və onun xarici siyasəti bu mənada uğurlu hesab etmək olar. Amma beynəlxalq hüquq məsələsi, BMT məsələsi bu dəqiqə yaxşı Rusiyaya
edilən sanksiyaların hər hansısa biri ABŞ-a qarşı edilə bilər və mən düşünmürəm buna təbii ki, məncə yox. Çünki Trump'ın xarakterini, Trump'ın bir prezident kimi kimliyini və onun hansı ölkənin prezidenti olduğunu məncə hamı başa düşür. ABŞ dünyanın təbii ki süper gücüdür. ABŞ dünyanın təbii ki dünyanı nizamlayan ölkələrdən biridir. Amma burada artıq mən düşünürəm ki, BMT-yə belə ehtiyac yoxdur. Gəlin bunu qeyri-rəsmidən rəsmiyyətə çevirək və beynəlxalq hüquq normaları elə ABŞ-ın istəyi olsun. ABŞ-ın istəyi nədirsə beynəlxalq hüququ olsun. ABŞ hansı məsələdə hansı qərarı verirsə beynəlxalq hüquq normaları da elə o olsun. Onsuz da BMT biz görürük ki, 21-ci əsrdə ümumiyyətlə heç bir şey yaramadı. Hətta ABŞ-ın vaxtında İraqa daxil olmasının da hər şey bəlkə də oradan başlamışdı. Ümumiyyətlə 2001-ci il hadisələrindən sonra, 11 sentyabr hadisələrindən sonra dünya artıq dəyişməyə başladı və dəyişdi. Ərəb baharı ondan sonra və ardıca da artıq Rusiyanın Krimi ilhaq etməsi, ondan sonra da elə Ukraynaya hücumu və bunun bu hardasa dayanmalıdır. Hətta biz bura İsrail-Fələstin müharibəsini də daxil edə bilərik. Bu məsələdə də dünya birliyi, dünyanın siyasi elitasının passivliyi burada xüsusi rol oynadı. İndiyə kimi görün nə qədər insan dünyasını dəyişib. Məsələ burada hansı tərəfin haqlı olması deyil. Məsələ burada günahsız insanların ölümü, uşaqların ölümüdür ki, və bu da həm Venezuelada yaşanır, həm Ukraynada yaşanır, həm Fələstin-İsrail müharibəsində yaşanır, həm İraqda yaşanmışdı və təbii ki, həm də 11 sentyabrda ABŞ-dakı güllələrin vurulması ilə bağlı orada da kifayət qədər insan ölümü yaşamışdı. Amma beynəlxalq hüquq bu məsələdə artıq beynəlxalq siyasi aləm necə davranacaq və yaxud da ki, bundan sonra öz ölkələrində diktator olan və yaxud da ki, sərt avtoritar olan şəxslər necə davranacaq? Mən düşünürəm ki, həmin insanlar birinci növbədə özlərinin Trumpla münasibətlərini aydınlıq gətirəcək, nəinki özlərinin daxildə öz vətəndaşı ilə münasibətlərində düzəliş etməsinə. Bir sıra ölkələri biz nümunə çəkə bilərik ki, orada xalq hakimiyyət disbalansı var və amma hal-hazırda bəlkə də həmin o şəxslərin birinci düşündükləri budur ki, biz necə edək ki, Trump'ın gözündə çönməyək və yaxud da ki, Trump'ın bizimlə bağlı planları dəyişməsin və yaxud da ki, sərtləşməsin. Mən düşünmürəm ki, Venezuela məsələsi digər sərt avtoritar ölkələrdə və yaxud da ki, diktator ölkələrdə hər hansısa bir yumşalmaya gətirib çıxarsın. Bunun əks təsiri olacaq ki, müsbət təsiri olmayacaq. Çünki ABŞ-ın sırf Venezuela məsələsində bu prosesin mahiyyəti, mənası heç də hər hansısa bir ölkədə demokratiya qurmaq, hər hansısa bir ölkədə hakimiyyəti xalqa vermək deyildir. Orada əksinə böyük bir neft yataqlarına sahib çıxmaq idi, böyük gəlirlər əldə etmək idi və ABŞ öz dövlət maraqları çərçivəsindən çıxış etdi və təbii ki, Trump da zaten həmişə də bunun tərəfdarı olub. Ona görə də Venezuela məsələsi bir daha dünya üçün böyük bir ayıb olduğunu mən düşünürəm. Bir daha təkrar qeyd edirəm, altını çizaraq qeyd edirəm ki, burada Maduro'nun kimliyi məsələsi deyil. Bir ölkənin başqa bir ölkənin daxili işinə bu həddə qarışması məsələsidir və niyyət önəmlidir. Niyyət də heç də demokratik və yaxud da ki, saf dürüst niyyət deyil. Niyyət burada bir ölkənin təbii sərvətinə yiyələnmək, onu daha çox sovurmaqdır və bu bəlkə də 21-ci əsrin ən böyük ləkələrindən biri olaraq da qalacaq.